İmam Həsən ağa buyurdu ki, istəyirsən behişti təcrübə eləyəsən, git yaxşı əxlaqlı xanım al. Əxlaqlı xanım al. İnsanın xanımı əxlaqlı ola, adam qocalmaz ki. Qocalmaz ki, o tərəf çöldə cüz sürürdü. O başada yetirəndə atılırdı gövə, gəlirdi bu başada. Gəldi də dedi, mənim baş gözümün tozu tökülür yerə. Sən nə qeyrisən bu oyunların sahabısan? Məndən işləysən, sən o başda da atılısan gövə söynüsən. Dedi, ödəbi yaxçı əxlaqlı xanımım var. Ləhzə şumarlıq eləyirəm, yetirəm ödəbi, onunla oturam, çaylaşam, söhbət eləyəm. Dedi, ay, əlaməti budur ki, əxlaqlı xanımım var. Xanımın bədəxlağı, yəni ilanı doluyubsan xüddəvədən. O tərəf arvadla savaşdı. Gördü daimuna hər oyun çıxadır, bunu dili bağlanmır. Elə dili deyir, ölüncən vırır, durur yamanlayır. Dili deyir da, yəni öldürəsən də bəzi adam olur, dili deyəcək. Xarab radio kimin, Nəsimin qət eləməlidir, nə batırısını çıxartmalıdır. 24 saat dedi, apardı hirsindən bunu saldı quyuya. Dedi, qal burada acundan öl da səni çıxartmaram. Getdi, səhər dedi, bu yazıqdı da, indi tuğbi elədi da. Qoy gedim çıxardım. Dolu salladı quyuya. Min o dola, çıx üstə. Arvad dedi, çıxmaram öləsəndən. İndi ki, məni salıbsan bura, mən də ki, gör nə oğuza yaratmışam bura ki. Mən də Səbbası bilirəm, o behişti görənlərdəndir. Gecənin bu aləmi qorxusundan övə də getmir, otu başı uva dönür. Bəli, kişi kimin vilayı məsuldur ha. Vaqən mən bunu çox istərəm. O məsulini ki, İmam Hüseynin adı ilə, midal iftixarı ilə xidmət eləyir mərdümə. Neçə ildə əlan mən bu mühəndisi tanıyıram. Əl-Həqqi vəl-İnsaf, Homeyi Kərəc, Hisarək, hər yerdə asar-ı müfid inşallah sizin köməkliyinizlə bundan da behtər olacaq inşallah. Gələcək da, biləxərə biz ötürməyəcək ki, mühəndisi bu cürüsünə gedə. O tərəf məclisdə dedi ki, kim xanımdan qorxur dursun ayağa. Hamı qorxusundan durdular ayağa, gördə bir nəfər durmadı. Bizim bu mühəndis kimin oturub yerə. Dedilər mühəndis, mən ölüm, sən nə cür eləyib, sən Allahdan qorxmusan. Dedi, baba duramıram, gecə vırıb belim sınıb, qalmışam. Apardı kişi arvadı saldı quyuya, Xətcə adında bir arvadıdır. Xədicə da. Dolçanı salladı qoya, dedi, Xətcə, min çıxadım eşiyə, dedi, o çıxmaram. Tez bir dənə ilan atıldı bu cəbənin içinə. Dilə gəldi, dedi, sən bil Allah məni bu arvadın əlindən nəcat ver. Dədəmi yandırıb dünəndən. Sənə mən böyük fayda yetirirəm. Deyə, neynərsən? Dedi ki, gedirəm müstəqim dolanam şahın qızının boynuna. Sən də bir unvanı ilan olsunlayan margir gələrsən, mən səni görcə açılıb gedəcəyəm, sənə kullu pul verərlər. Bu zəhmətün, bu xidmətün əvəzin mən çıxacağım. Səs düşdü, filan şahın qızının boynuna bir ilan dolanıb. Bu da bir unvanı margir, dedi, mən onu döhdürüyəm. İlanı görcən, inala dedi, Allah açıl, xoş gəldin. İlan açıldı, amı ciplərin doldular təlavı cəvahırla. İlan qapıdan çıxanda dedi, ayrı adamın boynuna dolansam, gəlmə ha, açılmayacağım. Deyə, yoxsa neyim var, Allah şüur rast geçsin, qoy çıx get. Xəbər düşdü, bu ilan ayrı yerdə dolanıb vəzirin qızının boynuna. Dedilər, bir həftəmindən qabaq filan yerdə bir margir var idi. O bu ilanın dilini bilir, gedin onu gətirin. Gəldilər ki, İlanda deyib, gəlmə, açılmayacağım. Dedi, baba, mən aparmayayım, mənim işim var. Dedilər, sənə kulli pul verəcək. Orada nə qədər alıbsan, burada 4 bərabərin verəcək. Gəbizinən gedək. Dedi, da çarə yoxdur, gələr. Girdi içəri, ilan görəcək, dedi, bə kişi deməmişdim bəyə, gəlmə. Dedi, evin yıxılmasın, gəlmirdim ki, gəldim deyəm, Xətcə çıxıb quyudan gəlir bura. İlan açıldı, oğlanın boynundan bıdı qoydu, qaçdı. Buyurur, və rəculun ləhu kanət imrəətun. Buyurdu, bir də Allah o kişinin duasını eşitməz, bir dənə pis əxlaq arvadın girinə geçib, səslənir Allah, mənim onun əlindən qutar. Allah bura qutaranmaram, apar sikkələrin ver, ötür qoy çıxsın, geçsin da. Şeylə onu vermək çətindir da. Ağa əvvəl günü bilmirdi ki, bu
O, bəli, indi o tərəf Bəqolay Abbasi bəyək buyururdu ki, bir nəfərin dəvəsi etmişdi, fışqa çala gedirdi. Dedilər, ay olan, sən dəvəni itib, mən niyə fışqa çalırsan? Dedi, ümidim o dəriyə gəlir. Orada orada olmasa, qədəndə zırıltıya baxarsan.